Həqiqətən də deməli elə bir vəziyyət yaranıb ki, Bakıda çox güclü də yox, belə deyək, adi qaydada yağan yağış, qar artıq şəhəri tamamilə iflic eləyir. Çünki çox aydın şəkildə bunu ifadə edir. Bakı şəhəri planlaşdırılıb, tikilib, onun bütün deməli bu kommunal xəttləri qurulub, 800 minlik bir şəhər üçün uzağı 1 milyon nəfər insanın yaşaması perspektivi ilə indi Bakı şəhərində rəsmən 3 milyon nəfər, amma qeyri-rəsmi 4,5 milyon nəfər yaşayır. Yəni 1 milyon nəfər üçün qurulmuş şəhərə təsəvvür edin, 4,5 dəfə artıq insan məskunlaşıb, onun əlbəttə ki, infrastrukturu dözmür. Baxın, yollarda bax, insanların, yüz minlərlə insanın ömrü yollarda, tıxaclarda keçir. İnsanların əsəbləri korlanır. İş qabiliyyəti düşür aşağı. Bir gündə bir iş ancaq görürsən, harasa getdin, gəldin, gün başa çatır. Hamımız qalırıq o tıxaclarda. Nəyin nəticəsidir bu? Çünki ya həmin yollarda, metro stansiyası da, kanalizasiyada, su da, bunların hamısı qurulub vaxtı ilə dediyim kimi ən uzağı 1 milyonluq şəhər üçün, ən uzağı. Amma indi onların heç biri bacarmır və Azərbaycan hakimiyyətinin bacarıqsızlığıdır ki, bu qədər ölkəyə pul gəldi, getdi, amma Bakı şəhərinin elementar problemləri həll olunmadı və yeri gəlmişkən, İnsanların bəziləri məlumatsızlıqdan, amma bir çoxu da belə şuurlu şəkildə yayındırmaqdan ötürü İlham Əliyevi məsuliyyətdən, deməli, ya Eldar Əzizovun, ondan əvvəl deməli, Bakının meri olmuş Hacbalanın və digərlərinin deməli, üzərinə gedirdilər ki, bu problemlər həll olunmuyor. Xeyr, əziz həmvətənlər, Azərbaycanda, Bakı şəhərində yığılıb qalmış problemlər həmin o Bakı icra başçısı səviyyəsində həll olunacaq bir problem deyil. Onların işindən də narazıyım. Onlar da bu rejimin bir parçasıdırlar. Söhbət onların hansısa bir formada bəraət verməkdən getmir. Amma biz məsələnin məğzini bilməliyik. Baxın, bu işlərin hər biri milyardlıq layihələrdir, çox milyardlıq layihələrdir. Bunun üçün dövlət proqramı olmalıydı, bilirsiniz. O bir dənə yol qovşağına yarım milyardı mənimsəmək əvəzinə, bir dənə Bakı aeroport yoluna yarım milyardı mənimsəmək əvəzinə, deməli, normal planlaşdırma getməliydi. Nəyin planlaşdırılması getməliydi? Əvvəla Bakı metrosunun inkişaf etdirilməsi planı olmalıydı və metro inkişaf etdirilməliydi. İkincisi, Bakı böyüyür, Bakının yolları böyüməliydi. Enli yollar olmalıdır, paralel yollar olmalıdır, dairəvi yollar olmalıdır. Bakı birinci böyük şəhər deyil ki, dünyada bunun o qədər təcrübəsi var ki, deməli, yollar üçün yer ayrılmalıydı, plan olmalıydı. Necə yəni ki, bu 70-ci illərdə yolun eni nə qədər olubsa, 2025-ci ildə də həmin yolda, həmin eldə. Ola bilməz bu. Deməli, bunun üçün dövlət ağlı olmalıydı. O dövlət ağlı millətə işləməliydi. Və o cümlədən kanalizasiya sistemi qurulmalıydı. Və buna dövlət ağlı yanaşmalıydı. Amma bizim bu günləri görün, həmin o kanalizasiya sisteminin gücü çatmır o yağış sularını axıtmağa. Ona görə yaranır bu problem. Azərbaycan hakimiyyəti isə tamamilə haqlısınız. Paradoksa baxın. Deməli, Sakit Okeanda suyun qalxması nəticəsində ada dövlətləri əldən gedəcək deyib haşvən salırlar, amma Bakı şəhərinin kanalizasiyalarını heç utanmadan Xəzər dənizinə axıdırlar. Təsəvvür edirsiniz, yəqin ki, sosial şəbəkələrdə siz o kadrları görürsünüz. Mən dəhşətə gəlirəm o kadrları görəndə. Kanalizasiya sularını dənizə axıtmaq nə deməkdir? Yaxşı, həmin o ada dövlətlərinin taleyinə yandığınız kimi bu Bakı cəmaatının da taleyinə yanır. Bu Azərbaycan cəmaatının da taleyinə yanır. Bəs necə olur axı? İlham Əliyevin bu, xüsusən də bu son çıxışına baxanda elə təəssürat yaranır ki, hansısa bir qlobal dövlətin belə yerdə büdcəsi trilyonlarla, milyardlarla, 100 milyardlarla ölçülən çox böyük bir qlobal gücün rəhbəri danışır. Bilirsiniz, indi hətta Trump və onun yeni administrasiyası ABŞ kimi dövlətin, dövlət büdcəsi 6 trilyon dollardan artıqdır. Belə bir dövlətin xarici yardımlarını kəsirlər ki, yox, bizim özümüzün daxildə çox ehtiyacımız var. Amma indi İlham Əliyev nədən danışır? İlham Əliyev Afrikanın sosial problemlərinə sahib çıxmaqdan danışır. Afrikaya güzəştli kredit verəcəkmiş. Yaxşı, Azərbaycan gənclərinə verdi o güzəştli krediti. Azərbaycanın sahibkarlarına verdi o güzəştli krediti. Azərbaycanda 20-30%-dən aşağı kredit götürmək imkanı yox. Necə biznes qurmaq olaraq bu ölkədə? Yaxşı, necə olur ki, Azərbaycanlıya 30%-dən, amma Afrikalıya deməli sən ucuz güzəştli kredit təklif edirsən? Necə olur axı Azərbaycanlı tələbə
təhsil haqqını ödəyə bilmədiyi üçün universiteti buraxır, buraxmalı olur, 8-9 min nəfər Azərbaycanlı gəncə, amma sən Samalinin təhsilini deməli inkişaf etdirmək haqqında düşünürsən. İndi Samalini qoyduq burağa. Bu deməli bir inkişaf etməmiş ölkədir, bizim korrupsiya ortağıdır. Bəs bu Birləşmiş Ərəb Əmirlikləri, bilirsiniz o Birləşmiş Ərəb Əmirliklərinin şeyxləri istəsələr Azərbaycanı bütövlükdə bütün ölkəni satın alarlar. O qədər pul sahibidirlər. Azərbaycan dövləti orada təhsilin inkişafına sərmayə qoyacaqmış. Ayıb deyil. Kimdən kəsib kimə verilir bu? Kimdən kəsib kimə verilir? Azərbaycanlı tələbələr qalmağa yataqxana tapa bilmirlər. Yoxdur, yataqxana sistemi bitib Azərbaycanda. Baxın, bu cür Bakı şəhərinin bu yüksək icarə, kirayə müqavilələri ilə, şərtləri ilə 10 minlərlə, bəlkə də 100 mindən artıq Azərbaycanın rayonlarından olan əslən deməli, tələbələr bu bahalı şərtlərlə kirayələrdə qalmalı olurlar. O ailələrə nə qədər yükdür. Onların onsuz da böyüməsinə dövlət heç bir kömək eləməyib. İndi heç olmasa təhsilinə şərait yaradır. Necə olur axı? Sən Birləşmiş Ərəb Əmirliyində, dünyanın ən zəngin ölkələrinin birində sərmayə qoyursan təhsil üçün, o boyda nəhəng Pakistanı abadlaşdırmaq haqqında düşünürsən, amma Azərbaycanlıların içməli su haqqını vermirsən, Azərbaycan əhalisinin böyük əksəriyyəti içməli su ilə təmin olunmur. Siz bunu məndən yaxşı bilirsiniz. Rayon yerlərində demək olar ki, bu tamamilə belədir. Bakı şəhərində isə bizə o içməli su adı ilə verilən su içməli filan deyil. Deyil o içməli su. Azərbaycan əhalisinin bu qədər sosial problemləri var. Bu qədər ölkə əhalisinin gözü qalıb sayğaclarda ki, deməli o limit başa çatacaq, ondan sonra mən qaz yandıra biləcəm, yoxsa yox. Elektrik enerjisini hansı qiymətlə mən ödəyəcəm. Bu yaxınlarda məlum oldu ki, Azərbaycanlılara satdığından 10 dəfə ucuzuna siqareti Rusiyaya satır. Bundan əvvəl məlum olmuşdur ki, Azərbaycana satıldığından daha ucuz qaz Gürcüstana satılır. Deməli, Azərbaycan hökuməti Albaniyanı qazlaşdırmaqdan danışır. Qaz satmaq yox, ha, bu başqa bir şeydir. Qaz hamıya satmaq olar. Qazlaşdırmaq. Gürcüstanı demək olar ki, qazlaşdırıb başa satdırıblar. Yəni, kəndlərə, qəsəbələrə gedib boru xətləri çəkirlər. Qazlaşdırırlar onların hamısını. İndi Albaniyanı qazlaşdırırlar. Hə, kimsə düşünə bilər ki, biz onları qazlaşdırırıq ki, orada qaz satacağıq və oradan biz pul qazanacağıq. Kim görüb o pulun qazanılmasını indiyə qədər? Azərbaycan bu neçə müddətin ərzində SOCAR-ın xətti ilə bu qədər neft və qaz satır. O cümlədən, belə deyək də, yanacaq doldurma məntəqələri alıb, Ukraynadan İsveçrəyə qədər, deməli, Gürcüstandan Türkiyəyə qədər qoyulmuş o sərmayələrin qazancını kim görür? Hanı onun dövlət büdcəsinə faydası? Yoxdur, ayrı-ayrı adamlar. Biz nə görürük? Deməli, biz onu görürük ki, bəs həmin o Azərbaycanın SOCAR-ın adından neftini satan iş adamı hansı futbol klubuna necə sponsorluq elədi? Hardandır bu pul səndə? Niyə görə o pulların, Azərbaycan neftinin, qazının satılmasından əldə olunan pulların bu dövlət büdcəsinə bir isti soyuğu yoxdur? Əziz həmvətənlər, görün, nə qədər saymaz yana münasibətli. Bilirsiniz, bunun hamısının kökündə nə durur? Bax, Vyetnamda məktəb açırıq, burada məktəbi bağlayırıq. Deməli, Avropada muzeyləri, planları təmir etdirmək, indi o dəbdən düşür də, bu saat Avropa demokratik istədiyinə görə artıq biz Avropanın muzeylərini, qəsrlərini, parklarını təmir eləməyi buraxmışıq. İndi həmin işi Pakistan üçün görürük, Vyetnam üçün görürük, Kongo üçün görürük, Cibuti üçün görürük, fərqi yoxdur. Deməli, demokratiya adı çəkməyən, leksikonunda demokratiya olmayan hansı ölkə varsa gəlsin, hesab bizdikdir. Niyə görə bunu eləyir Azərbaycan hakimiyyəti və nəyə görə bunu eləyə bilir? Ona görə ki, Azərbaycan xalqını saymır. Bütün bunların hamısından düşünür ki, qlobal mənada öz PR-ını quracaq. Həmin o qoşulmayan dövlətlər hərəkatında Azərbaycanın dövlət başçısına əlavə 1-2 ildə sədrlik imkanını tanınacaq. Hansısa bir beynəlxalq tədbirlərə dəvət edəndə bunlar gələcəklər. O ada dövlətlərinin nazı ilə oynamaq nədən ötürü idi? COP29-u müasir dövlətlər, demokratik dövlətlər boykot edir. Biz say hesabını dolduraq, Azərbaycan xalqının başını alladaq ki, 80 ölkənin nümayəndəsi gəlir, onun 40-ını, 50-sini öz cibimizin pulu ilə gətirək. Və həmin o 40-50 ölkənin dünyadakı heç bir qlobal problemin həllinə dəxli yoxdur. Deməli, xalqı aldatmaq, gözdən pərdə asmaq, beynəlxalq təşkilatların içində avtoritar rejim üçün dayaqlar yaratmaq, xalq isə sussun. Onun kanalizasiyası da olmaya bilər. Onun istilik sistemi də olmaya bilər. Onun suyu da təmizlənməmiş verilə bilər. Azərbaycan xalqı da heç nə olmaz. Onun səs vermə hüququ yoxdur ki. Onsuz onun səs vermə hüququ yoxdur. Onu əlindən alıb Azərbaycan hökuməti. Bax,
Kilit məsələ də budur. Azərbaycan xalqının səs vermə hüququ əlindən alındığına görə.